Menin baxtlı çağalığım Sovet dövrüne qabat geldi. Menin çağalarım bolsa baxtiyarlıq dövründə ösəyər. Bunlar Sovet ve Türkmen baxtiyarlıqları bir-birinin devamı. İkisem yalan, ikisem propaganda. Xalqı aldamak, oynamak üçün sen baxtlı deyərlər. Emma xalqın içindəki eləsi işləyən adamlar ozalar hem nəhil terror dövlətində yaşayanını bilərdi, həzirən bilər. Bu bilmez yalı hem edilən ok. Rejim özünə isə hər akıllı bolanaq paş edər. Misal üçün, Türkmen kanunları adamın özünə qarşı, qarındaşlarına qarşı verən görkezmesini yuridiki gücsüz hesaplayar. Emma Sovet dövründə hem həzir hem adama zor edib, aç xor saklab, urub yencib, çağlarını yesir zamin alıb, ayalını qızını zorlarız göz alında, özünü zorlarız deyən yalızatlara aydıb, özünə qarşı görkezme verdiriyərlər. Onlar bunu gizləb hem durmayarlar. Boris Şahmuradova özünə qarşı görkezmə verdirib, sonra televizorda görkezdiler. Bu görkezmenin yuridiki gücü yok. Türkmen kanunları şeylə deyib dur. Emma kanun dinə kağızda qalayar. Türkmen yuristlərinin köpüsü Sovet dövründə hem həzir hem paraxor elitanın çağaları olub, okuva tanış, pul bilən giriyərlər və kanunu bilməlidir, kanunu eğerləməlidir hem öйтməyərlər. Devlet, prezident ya partiya bolsa bilə görə zorluğa repressiya dayanır. Onlar bir adama xassa ruhu taydan sağdın dəl deyib, son ona özünü öz aydan zatlarına qarşı bir zatlar deydirib, son şol qorku basış astında aytdırılan zatlar hem şol adamın özünə qarşı ulanırlar. Yok, onlar bunu dinə Anna Sultan Kikilova yalı adamlara qarşı dəl, bütün xalqa qarşı ulanırlar. Onların xalqı qorxuzmaqdakı terror aslında saklamakdakı esası quralı. Şu zatları ağır zəhmətdən bolsa, qorxudan göz açılmayan xalqa düşündürəcək olayan, başını etəyinə salıb yakınlarına xop astına qoyub, haqiqi azadlığı, haqiqi baxt üçün görəşən az sanlı adamlara sağ bolsun aydasın gələr. Davam, mərdlərə üstünlük. Anna Sultan Kikilova. Söyəmək mən bu cahanda yarancaqlar gün görməni, yaxşı görən beylə gündə öz acalıma can verməni, içib bolar şəmal yalı, çar tarafa öysüb dursam, yan verməli olar onda, qarşımda qayıt tuban görsəm. Dönmərəm öz fikrimdən, atsalar da yanar oda, ömrüm boyu xizmət edəcək insan deyən Bələnd zadə.